Yox. Hər vaxtınız xeyirli olsun əziz izləyicilər. Bu dəfə sizə antiterror əməliyyatı zamanı döyüşlərin getdiyi azad olunan əraziləri göstərirəm. Bura Xocalının Yemişcan kəndi yaxınlığıdır. Erməni silahlı birləşmələrinin sıx birləşdiyi yerlərdən biri olub bura. Post alınandan sonra bayrağımız da buradan asılıb. Bu istiqamətdə kifayət qədər ağır döyüşlər gedib. Şəhidlərimiz olub, qazilərimiz olur. Şükürlər olsun ki, onların igidliyi sayəsində qanları, canları bahasına biz ölkə olaraq tam suverenliyimizi bərqərar eləmişik. İndi bu döyüşlər zamanı igidlik, qəhrəmanlıq göstərən, zamanında əskər olan, indi tələbə olan bir qardaşımı sizə tanıdacağım. İzləmədə qalın. Mən İlqar İskəndərli 2001-ci ildə Beyləqan rayon Milabad qəsəbəsində anadan olmuşam. 2019-cu ildə tam orta təhsilimi başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikası Ensaylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət üçün çağırılmışam. 2019-cu ildən 2021-ci ilin iyun ayına qədər müddətli həqiqi hərbi xidmət keçmişəm və ordu sıralarından təxris olunub öz rayonuma qayıtmışam. Qayıtdıqdan sonra yenidən belə deyim, hərbiyə olan istəyim, hərbiyə olan həvəsim, bu formaya olan həvəsim yenidən mənə bir güc verdi, bir ruh verdi ki, mən yenidən hərbi xidmət keçim, hərbi xidmətə qayıdım. Çünki mənim uşaqlıqdan bu sahəyə, bu formaya həvəsim var. Daha sonra yeni yaranmış, Vətən müharibəsindən sonra yeni yaranmış komando hərbi hissələrinin açıldığını bilirdim və arzum idi ya xüsusi təyinatlı qüvvələrdə, ya kəşfiyyat hərbi hissələrinin birində xidmət edim. Daha sonra sənədlərimi yığdım. Sənədlərimi Müdafiə Nazirliyinə təhvil verdikdən sonra Şəmkirdə Seyfəldə 2 aylıq kurs keçmək üçün bizi çağırdılar. Yenidən kurs keçmək üçün yollandıq. 2 aylıq kursdan sonra kursu 3-cülüklə bitirdim. 3-cülüklə bitirdikdən sonra təyinatımı Hadrut aldım. Hadrutda Ensaylı hərbi hissəyə, kəşfiyyat komando hərbi hissəsinə. Daha sonra xidmətimi orada müddətdən artıq həqiqi hərbi xidmət, hərbi qulluqçusu kimi davam elətdirməyə başladım. Bir müddət Hadrutda qaldıqdan sonra lokal xarakterli antiterror əməliyyatı başladı və biz Şuşaya gəldik ilk öncə, döyüşdən 2 gün öncə, sentyabrın 17-si. 2 gün Şuşada qaldıqdan sonra sentyabrın 19-u saat 13:10 radələrində əmr gəldi, antiterror əməliyyatı başlanıldı. Gördüyünüz bu aşağı istiqamətdən həmin bizim mövqələrimizin yerləşdiyi postdan biz irəlilədik. Düşmənin minalı ərazisini keçdikdən sonra digər sağ tərəfdən manevr edərək düşmən postuna doğru istiqamət götürdük, həmin gördüyümüz bu posta doğru. Daha sonra biz manevr edərək gəldik, bir qədər ehtiyatlı davranaraq, yəni bizə hər hansı bir pusqu, hər hansı bir təhlükəni nəzərə alaraq yenidən həmin əlimlə göstərdiyim o istiqamətdən bu gördüyümüz dağılmış posta daha ilk öncə bizim silahlı qüvvələrimizin artilleriya bölmələrinin dəqiq, zərgər dəqiqliyi ilə astığı atəş nəticəsində gördüyümüz kimi post dağıldı, düşmən postu məhv edildi və belə mövqələnmişdilər də, yəni həm burada, həm də bütün ərazilərdə. Bəli, bütün ərazilərdə separatçılar tam mövqələnmişdilər, yəni belə deyim, yəni də təxribatlarını törətməyə davam edirdilər. Belə hər yeri səpələnmişdilər, lakin bu bizim artilleriyanın dəqiq atəş nəticəsində düşmən postu dağıldı və bu bizə çox kömək oldu, işimizi bir qədər də asanlaşdırdı. Siz gələndə
Neler var, nelerin şahit oldunuz və burada hansı yəni bundan sonra döyüşlər davam etdimi? Bəli, bəli, biz bölük şəklində bu posta hücum elədik. Biz manevr etdikdən sonra sağ tərəf yuxarıda mövqələndik. İlk öncə posta baxdıq. Müşahidə etdik ki, post tamamilə dağılıb, yəni işimiz daha da asanlaşmışdı. Biz yenidən posta şok atəşi verdik. Ağır silahlardan şok atəşi verdik hər ehtimala qarşı, düşmən hiyləsinə qarşı. Daha sonra şok atəşi verdikdən sonra belə deyim, bizə qarşı cavab atəşi gəlmədiyini görüb həmin bu istiqamətdən postun yuxarısı ilə səngərləri yoxladıqdan sonra, postu tam yoxladıqdan sonra, tam əmin olduqdan sonra yenidən düşdük hal-hazırda durduğumuz yola. Daha sonra bu aşağıda gördüyümüz istiqamətdə, ağastığı olan istiqamətdə düşmənlər bir qismi orada gizlənmişdilər, həmin ağastığın içində. Yəni bəlkə də ehtimal eləyirdilər bizə qarşı hər hansı bir təxribat törətsinlər və yaxud müqavimət göstərsinlər. Daha sonra bizim açdığımız atəş nəticəsində oradan 2 nəfər düşmən separatçısı qaçdı. Qaçdıqdan sonra biz dərhal onları yerində məhv elədik. Daha sonra onları məhv eləyəndən sonra tam əraziyə baxış keçirdik, ərazini yoxladıq, bütün təhlükəsizlik tədbirlərini aldıq. Lakin yenə də düşmənin snaypersləri, minaatan bölmələri, digər canlı qüvvələri yerləşmişdilər, səpələnmişdilər. Yenə də bir yerlərdən təxribat törətməyə çalışırdılar. Lakin onlar da bir müddət sonra təslim olacaqlarını bilirdilər. Yenidən biz həmin o qaçan separatçıları məhv etdikdən sonra bu aşağıdakı yolla təhlükəsiz bir şəkildə düşməndən qalan kameraları zərərsizləşdirərək həmin asfalt yola çıxdıq və asfalt yoldan 3 yol deyilən blok post qurduq orada, hansı ki yollara nəzarəti tam ordumuz götürdü. Bura antiterror əməliyyatına qədər erməni silahlı birləşmələrinin Xocalının aşağı Yemişcan kəndi istiqamətində sıx mövqeləndiyi postlardan biri olub və gördüyünüz kimi ərazi dəmir və digər metallar vasitəsilə tam olaraq mühafizə edilib ki, hər hansısa bir əməliyyatlar zamanı əskərlər buradan sağ çıxa bilsin. Amma təbii ki, 44 günlük Vətən müharibəsində olduğu kimi antiterror əməliyyatı zamanı da Azərbaycan ordusunun müasir silahlardan dəqiq atəş açması nəticəsində bütün mövqelər və postlar elə bu cür darmadağın edilib. Bu gördüyümüz düşmənin separatçıların mövqələndiyi döyüş postudur. 44 günlük Vətən müharibəsində olduğu kimi antiterror əməliyyatında da icra olunan tapşırığa əsasən düşmən mövqeləri tamamilə gördüyünüz kimi dağıdılıb. Yəni onların yatdığı yerlər, mövqələndiyi hissələr və s. tamamilə məhv edilib və onların hazırda yemək qabları, yatmaq üçün istifadə elədiyi plaşlar və vasitələr tamamilə burada qoyub qaçıblar, eynən Vətən müharibəsində olduğu kimi. Və onlardan geriyə sadəcə qalan bu dağıntılar, bu izlərdir. Daha sonra bu gördüyümüz həmin yol onların həmin posta gətirdiyi təminat yoluydu burada. Antiterror əməliyyatı başladığı müddətdən heç bir sutka, yəni 24 saat tamam olmamış. Bütün nəzarəti ordumuz ələ keçirdi. Düşmən separatçıları məcbur oldu ki, ağ bayraq qaldırsınlar, təslim olsunlar, silah-sursatlarını təhvil versinlər. Və bayaq gördüyümüz kimi bütün silahın, sursatların, digər bütün vasitələri qoyub qaçdılar və tamamilə bütün belə deyim, ölkəmizin suverenliyini tam bərpa etdik antiterror əməliyyatından sonra. Düzdür, mən müddətli hərbi xidmətdə olarkən 44 günlük Vətən müharibəsində Naxçıvan Muxtar Respublikasında xidmətdə olduğum üçün ehtiyat briqada olaraq döyüşdə iştirak edə bilməmişdim. Lakin bu belə deyim, ürəyimdə bir yerdə qalmışdı ki, mən bu döyüşlərdə nə vaxtsa iştirak eləməliyəm. Yəni bunda mənim də payım olmalıdır.
Bundan ilham alaraq, bundan güc alaraq yenidən hərbi xidmətə qayıtdım mən. Bayağı oydu. Bayağı oydu, mən PKK Şeydir, ne derler? Bu gördüyümüz bölgədə ağır döyüşlər gedib. İstər məndən solda, sağ istiqamətdə, önümüzə baxan istiqamətdə, məndən arxa istiqamətdə, mərkəzdən çox ağır döyüşlər gedib. Hansı ki, bu post erməninin bu ərazilərdə düşmən separatçıların bir neçə postu. Onlar tamamilə məhv edildikdən sonra indi bu gördüyümüz düşmən postunun hal-hazırda kiçik silah-sursat ambarı olub. Biz hücumdan sonra dərhal burada canlı qüvvə ilə bərabər onu məhv edib, geridə qalanları qənimət kimi təhvil vermişik, qənimət kimi götürmüşük. Biz bu yola çıxarkən inamla, qürurla, şərəf hissi ilə, qisas hissi ilə bu yola çıxdıq və bu yolun sonunda zəfər işığını biz öncədən görürdük. Xocalını, Xankəndini silahlı, qeyri-qanuni silahlı birləşmələrdən azad edəcəyimizə tam əmin idik. Yəni, biz bunu əməliyyat başlayanda bilirdik ki, çox qısa bir müddətdə biz buna nail olacağıq və şükür Allaha nail olduq da. Hal-hazırda yəni, bu torpaqlarda gəzməyin qürurunu yaşayırıq, bu torpaqlarda gəzməyin verdiyi sevinci hiss edirik və xalqımıza da bu sevinci yaşatdığımız üçün özümüzlə, bütün xalqımızla, bütün ordumuzla, bütün Azərbaycanla qürur duyuruq. Yəni biz şükür Allaha bugün istədiyimiz yerdəyik və layiq olduğumuz yerdəyik. Biz öz torpaqlarımızdayıq və bu tarixən və əbədiyyən belə də olacaq. Sağ olun istedim. Bugünkü dersimizde biz tədris təcrübəsində davamlı olarak bizim tələbələrimizin, özümüzün işlər ləngimələrə səbəb ola bilər. Bir-birinin işlərində o işlərin texnoloji xərtiyə uyğun olaraq getməsinə mane olmuşuq. Binanın yerini müəyyən edir, koordinatlarını müəyyən edir. İndi artıq